Bu varlı kasıba da baxmır. Kasıb da ol, fəqir də ol, istəyirsənsə var dövlətin artsın, deyir, bacardığın qədər kömək elə, Allah artığın verəcək. Bunda heç kəs itirmir. Bizim səhv düşüncəmiz budur ki, xərclənməklə elə bilirik sərvətimiz azalacaq. Allah əksin buyurur. Buyurur ki, xərcləyin ki, mən bərəkət verim, çoxaldım. Ruzu mənim əlimdədirsə, mənim yolumda xərcləməklə azalacaqsa, bu işdə nə məntiq ola bilər? Bir halda ki, bu mənim əlimdədir. Mən də əmr eləyirəm ki, bunu Allah yolunda sərf elə. Mən əmr eləyirəmsə, deməli artıqlaması ilə də o ruzunu başqa yerlərdən yetirəcəm.